Amerikada maraqlı bir hadisə baş verir. Amerikada bir kişi deməli darıxırmış, tək yaşayırmış, tənha yaşayan bir kişi. Alt çəkməyə. Çəkməyə. Götürüb özünü verib məhkəməyə. Özünü verib məhkəməyə. Niyə? Məhkəmə də digər bir özünə $5000 cərimə yazıb. Bu da müsahibə verib, müsahibədə soruşublar ki, bəs nə istər keçirirsiniz, nə edirsiniz? Deyir, ən azından o borclu olan adamı bilirəm harada tapmaq lazımdır. Bu nə tənhalıqdır? Belə bir xəbər. Bu adam özünü s***ir. Bipsiz gedəcək. Bipsiz gedəcək. Bu sponsorları bipləyir, soyuşu bipləmir. Bəli, mən belə bilirəm. Bu verilişdə mən nə istəsə eləyə bilərsiniz. Bir dənə bilirəm sənin ürəyin nə istəyir? Prosta studiyada deyə onu eləyə bilirik. Hə, hansını deyirsən? Yer çəkmək deyil. Belə, bəli, Talibən, belə bir xəbər var. Təsəvvür edin ki, Amerikada belə bir insan. Ümumiyyətlə Amerika qanunları o qədər gicbəsərdir ki, o qədər belə hər ştatın öz qanunu var. Oradan hər cür xeyir çıxartmaq olar. Ona görə məsələn orada bir dənə qanun var idi ki, qurbağanı yalamaq olmaz. Olmaz. Hə, hansısa ştatda elə bir. Bu nədir? Elə bir ştat var, nə bilim. Ölü nə bilim nəyisə təpik vurmaq olmaz. Belə yəni yəqin kimsə qurbağanı yalayırmış bütün şey eləyirmiş. Yəqin kimsə ölü heyvanlara təpik vurmuş. Xəstəlik yayılmasın deyə bəlkə. İndi insan başa düşmür. Qurbağan yalasın. Yəni elə bir qanun sənə gəlib qurbağanı yaraldığınıza görə $500. Yəni yalama. Ya bilmirəm. Yəni orada hər cür qanun var deyə onlar da boşluqdan. Bu bekarçılıqdan eləyib məncə. Özü üçün bir şey yaradır. Əyləncə olsun, action olsun, həyatında bir maraqlı. Otaqda Çörək çıxsın ən azından. Hə, çıxırmış ki, gedir məhkəməyə. Bu şərəfsiz də mənə süründürür. Məktub gəlir evə. Ay bana. İki dənə vəkil tutub özünə. Bir tərəfdən, bir bu tərəfdən. Gedir burada danışır. Top gəldi. Hakim də belədir ha. Etiraz edirəm. Mən də etiraz edirəm. Allah insanı tənha qoymasın, təşvik olmasın.